Mira Mərkəzi Mənşə Bəkməmişova Riyaziyyat müəllimi. MİQ imtahana düşə biləcək suallardan bir nizanı sizinlə paylaşmaq istəyirəm. Deyir ki, arc kosinus sinus 9 üstə gələk arc sinus kosinus 10 ifadəsinin qiymətini tapın. Öncə gəlin bu düsturu xatırladıq. Lazım olacaq çünki bizə bilirik ki, arc sinus a üstə gələk arc kosinus a bərabərdir pi böl 2. Yəni arc sinus a'nın əvəzinə lazım olanda pi böl 2 minus arc kosinus a yaza bilərik. Eyni qaydanın arc kosinus a'nın yerinə ehtiyac olursa pi böl 2 çıx arc sinus a yaza bilərik. İndi mən nə edəcəm burada? Gördüyünüz gibi bu arc kosinus sinus 9'dur. Mən bunu arc kosinusu arc sinusuna ifadə etmək istəyirəm. Onda arc kosinus sinus 9'un əvəzini yazıram pi böl 2 çıx arc sinus sinus 9 yazaram da bunu düzdür. Eyni qaydanın arc sinus kosinus 9'un kosinus 10'un əvəzini yazıram pi böl 2 minus arc kosinus kosinus 10 beraber. İndi pi böl 2'ləri toplayıram, bu bizə pi verir. Buradan mənfiləri çıxartsam alacağım arc sinus sinus 9 üstə gələk arc kosinus kosinus 10 beraber. İndi gəlin baxaq. Bizdə bildik ki, arc sinusun qiymətləri mənfi pi böl 2 ilə pi böl 2 arasında olmalıdır. Yəni iti bucaq olmalıdır. Arc kosinusun da qiyməti 0 ilə pi arasında olmalıdır. Yəni müsbət ədəd olmalıdır. Bir deyib baxaq da müsbət bucaq. Yəni yazıram pi çıxılsın baxaq. Deməli, bax bu 9 bildik ki 3 pi'ye yaxındır da, düzdür. Çünki 3'ü 3 tam %14'e vuranı 9'a yaxın olur, amma 9 3 pi'dən kiçikdir. Onu gördüm mən, bu da 9'da düşəcək ikinci rübə. Çünki radian dərəcəyə çevirsək bu hardasa 513 dərəcə edir. Bu ikinci rübə düşür və 3 pi'ye yaxındır. Onu gördüm mən, bunu yazdım belə arc sinus. Sinus 9'un əvəzini yazıram, baxın. Sinus 3 pi'ye yaxın olduğunu görə yazıram. 3 pi çıx 3 pi çıx 9. Bax, gördüğünüz bu bucaq iti bucaqdır. Eyni qaydanın arc kosinus üstündə yazıram. Arc kosinus kosinus 10, onu 57'ye vursaq düşür, hardasa 570 dərəcə edir. Bu da düşür 4-cü rübə, yox, üzrü sayın 3-cü rübə. 3-cü rübdə də 3 pi üstə gəldi də, bu düzdür. Yəni 3 pi'ye yaxındır, 3 pi üstə gələcək, amma bunu yazım 3 pi üstə gələk 10 çıx 3 pi bu şəkildə yaza bilərəm, düzdür. İndi mən buradan nə alacağım? Gəlin baxaq. Pi minus arc sinus, buradan yazıram arc sinus 3 pi minus deyəndə bu düşür ikinci rübə, sinus da ikinci rübdə müsbət olduğuna görə işarəli olacaq müsbət sinus 3 pi çıx 9. Keçək öbürsünə baxaq. Onu yuxarı qaldıraq. Deməli bu öbürsünə baxaq, yazıram nə? Ben kosinus yazıram. Baxın, arc kosinus 3 pi üstə gələk, bu düşür 4-cü rübə, 4-cü rübdə kosinus mənfidir. Ona görə yazım mənfi kosinus 10 çıx 3 pi. Bakın beraber yerleştirebilsek bura. Pi minus. Burada arc sinus sinus gidecek. Bu müsbət bucaq olduğuna göre 3 pi minus 9 kalacak. Bileyim. Burada ise arc kosinus minus olduğuna göre bunun əvəzini yazım. Deməli pi minus 10 çıx 3 pi 1'e. O da beraber sadeleştirsək pi minus mütərizənin içine verəcək bizə 7 pi çıx 19. 7 pi çıx 19. Bu da bizə verəcək 19 çıx 6 pi. Mən cevabı 19 çıx 6 pi aldım. Şərhlərinizi, daha doğrusu fikirlərinizi şərhlər bölməsini yaza bilərsiniz. Gözləyirəm. Sağ olun. Növbəti videolarda görüşərik.